Eşidirəm. Hə, gəlsinlər. Gəl. Oturun. Bilirsiniz də niyə çağırılmısınız? Bilmirik. Səməndər Vəlxanovun oğlunun ölüm işi ilə bağlı. Bizim ondan heç bir əlaqəmiz yoxdur. Amma atanız onun fermasında işləyirdi. Elə deyil? Dədəm rəhmətə gedib. Onu bu işə qatmayın. Bilirəm. Allah rəhmət eləsin. Ölənlərimizə rəhmət. Suallarınıza cavab verdik. Gedə bilərik biz. Mən istədiyim cavabı almadım. Nə qardaşım Kərimin, nə də rəhmətli dədəmin bu işdə heç birinin günahı yoxdur. Həm də mənim. Gəl. Nicat Cəlilovun Günahkar bədii serialında. Salam. Olar cənab leytenant. Buyur. Bu uşaqları görəndə rəhmətli oğlum Akşin düşür yadıma. Taytuş idilər. Amma bizim bildiyimizə görə oğlunuzun ölümündən sonra bu ailə ilə yaxşı münasibətiniz olmayıb. Yox cənab leytenant. Həsən kişi bizim kəndin ağsaqqalıdır. Kərim də, Salim də çox tərbiyəli uşaqlardır. Səməndər müəllim, Həsən kişi rəhmətə gedib. Nə? Allah rəhmət eləsin. Bəli, Səməndər müəllim. Həsən kişi dünyasını dəyişdi. Kətdə bizim fermada işləyirdi. Sadə insan idi. Sizi çağırmağımda məqsədim
hər iki tərəfdən izahat almaqdır. Mənim bu ailədən şikayətim yoxdur. Tərəfinizdən yazılı formada izahat götürüləcək. İstər sizdən, istər bunlardan. Salam. Təbrik edirəm səni. Axır ki, buranın işçisi oldun. Çox sağ olun. Mənə görə çox əziyyət çəkirsiniz. Müdür sağ olsun. Sözümüzü yerə salmadı. Hə, sağ olsun. Bilirəm. Təzə-təzə çətin olacaq. Amma sən narahat olma. Günel də, mən də sənə hər köməkliyi eləyəcəyik. Siz də, Günel də mənə çox yaxşılıq eləmisiniz. Bunların əvəzini haçansa çıxacam. Bəli. Bu saat gətirirəm. Nə deyim indi mən əmoğluya? Deyim ki, Səməndərlə üzbəüz gəldik, qucaqlaşdıq, dərdləşdik. Polis idarəsində nə edə bilərdin ki, Kərim? Əmoğlu özü də bilir ki, Səməndər necə hiləgər adamdır. Qanıma toxundular elə bil onu görəndə. Mənim yerimə olsaydın nə edərdin? Bilə-bilə ki, Əsmər olar qaçırdı. Rəisin yanında lal kimi üzünə baxırdı. Adam satmaq bizə yaraşmaz. Səməndərlə məsələmizi özümüz həll eləməliyik. Mənə maraqlı olan Əsmərdir. Kaş tapa biləydim onu. Narahat olma, tapacağıq. Ürəyi buz kimi saxla. Necə tapacağıq, Kərim? Əmoğlu tam gücü ilə bu işin üstünə düşüb. Nə bilim, görək də nə olur. Əmoğlunun öz dərdi özünə bəsdir. Mənim dərdimi o çəkməli deyil ki. Həm də Kərim biz uşaq deyilik. Dədəmizin ölümündən sonra çox fikirləşəcək ki, yetim qaldılar, özlərini idarə eləyə bilməyəcəklər. Səlim, bizim dədəmiz bizə haram tikə gedizdirməyib ki, biz kimisə yanında gözü kölgəli olaq. Haqqımızda kim nə fikirləşir, fikirləşsin. Amma qaldı ki, dədəmizə, onun varlığı bizə bəs eləyirdi. Yoxluğundan özümü yetim kimi hiss eləyirəm. Mən də onu demək istəyirəm. Dədəmiz dünyasını dəyişdi. Bundan sonra öz problemimizi gərək özümüz həll eləyək. Əmoğluya yük olmayaq. Əsmər? İşlər necədir Əsmər? Yaxşıdır. Günel. Axşam bəlkə bir çıxaq gəzək. Ürəyim yaman sıxılır. Nə olub sənə? Qanın niyə qaradı? Qanım qara deyil. Səlmi fikirləşirəm. Görəsən neynir? Hardadır? Çıxarıq şəhərə, eynin açılar. Deyəsən bugün iş çox olub, yorğunsan. Çox yoruluram. Səlmi harda görmüşdüm, gedərik ora. Bəlkə yeni oradadır. Salam, əyləşin. Nə olub?
Səməndəri gördük. Harda? Polis idarəsində. Sizin polis idarəsində nə işiniz var? Leytenant Cəlilov Səməndərlə üzləşdirməyə çağırmışdı. Səməndər də özünü türküləyə qoyub bizi biraz təriflədi. Hələ bir qucaqlaşdıqda Nə soruşdular orada sizdən? Səməndərin ölən oğlu haqqında soruşurdu. Siz nə dediniz bəs? Nə deyəcəyəm oğlu? Dedik ki, bizlə heç bir əlaqəsi yoxdur. O da inandı ən sizə. Mən Cəllovi yaxşı tanıyıram. Elə ki qırmağını atdı, kökünə getməyənə qədər əl çəkən deyil. neyniyək bəs? Hər dəfə ev dəyişən deyilik. Səməndər şikayətçi deyil. Ona görə də Səlimin tutulma ehtimalı azdır. Bir şey də var ki, intiqamı öz almaq istəyir. Onda biz polisdən çox Səməndərdən ehtiyat eləməliyik. Səməndərə salam verən hər kəsdən. Əsmərdən bir xəbər yoxdur. Olacaq Səlim. Olacaq. Xəbər olacaq. Bəkirə rast gəlsəm, mütləq xəbər olacaq. Nə Bəkir? Səməndərin adamı? O Səməndərin adamı deyil. Mənim uşaqlıq dostumdur. Səməndərin yanında yaxşı adam olmaq inandırıcı deyil. Bilmədiyiniz şeylər var. Əsas odur ki, Səməndərin tələsinə düşməyəsiz. Qalan hər şeyi mən özüm qaydasına qoyacağam. Mən inanıram ki, tamaşaçılar sənə Gönül. Gönül. Bəkir? Nə olub? Dünən hardaydın? Evə niyə gəlmədin? Sonra deyərəm. İndi danışa bilmirəm. Vaxtım yoxdur. Götür bunu, özündə saxla. Özündə gedirsən, bir neçə gün qalsan rəfiqəngildə. Telefon nömrəni də qırırsan, tulluyursan, heç kimə də cavab vermirsən. Məndən cavab gözləyirsən. Yaxşı? Bu nədir? Sonra bilərsən. Zeynəblə görüşdüm. Elə o da soruşurdu ki, Səməndərlə Bəkirin arasında nəsə olub. Nə olub axı Bəkir? Heç nə soruşma. Özüm səndən görüşüb hər şeyi danışacağam. İndi tələsirəm, getməliyəm. Heç olmasa bir sözdür. Səməndər hər şeyi bilir. Nəyi? Cavanşir məsələsini. Nəysə, gedirəm, dediklərimi yaddan çıxartma. Özündə hazırlaş çıx. Nə oldu Səməndər? Nə dedilər? Heç nə. Heç nə demədilər. Coşqunu deyirəm, nə dedilər? Ona görə çağırmamışdılar. Daşqına görə çağırmışdılar. Tutublar Həsənin oğlunu. Yox. Fikirləşirəm ki, bunlar öz əcəlləri ilə öldükcə
kişinin qanı yerdə qalacaq. Kim öz əcəli ilə ölüb? Nə olub? Həsən. Həsən ölüb. Deyirəm yaxşı ki, öz əcəli ilə ölüb. Yoxsa onu da bizim boynumuza atardılar. Amma oğlanlar yaşayır. Hələ bir qabağıma da çıxıbdılar. Harda çıxıblar qabağıma? Polis idarəsində. Araşdırdığıma görə Həsən kişinin bir qardaşı oğlu var. Türmədən təzə çıxıb. Adı Cavanşirdir. Cavanşir? Necə adamdır? Türmədə olduğu 10 il müddətinə baxmayaraq, bildiyimə görə humanist adamdır. Yaxşı, bəs Kərim barəsində nə öyrəndin? Atası öləndən sonra əmisi oğlu Cavanşir baxır onlara. Maşına qədər verib. Cavanşirin dəqiq kimliyini araşdır. Oldu. Sonra Qardaşı Səlim eyni kənddən olan qızı sevir. onları bilirəm. Mənə əsas məlumatlardır. O Səlim həmən qızı axtarır. Kənddən ondan bir yerdə gəlməyib şəhərə. Yaxşı, bəs bu vaxta qədər qız harda olub? Çox güman ki, oğlanla aralarında mübahisə olub. Rəfiqəsi gildə ola bilər. Ya da hardasa qohumu gildə. Onun burada heç kəsi yoxdur. Rəfiqəsi gildə qalırsa, Səlimi niyə axtarmır? Ya da Səlim bilirsə o qız buradadır. O niyə axtarmır? Tapa bilmirlərsə, polisə niyə demirlər? Yox, burada nəsə başqa iş var. Səməndar tərəfində araşdırandan sonra yəqin ki, işimiz asanlaşar. Hə, düzdür. Hər iki tərəf gözündən qoyma. Oldu. Bəlkə sevməyə bacarmadım. Bəlkə buna cəsarətim çatmadı. Amma yox, Əsmərə söz vermişəm. Hardasan Əsmər? Hardasan? Bir gün Əsmər gələcək. Həmin gün xoşbəxt olacaqsan. Həmin gün yanında olacaq. Həmin gün bu günləri unudacaqsan. Mən bu oğlanı hardansa tanıyıram. Hə? Hardan tanıyırsan? Bəlkə sənə gələn elçilərdən biridir? Yox ay qız, nə elçi? Yadıma sala bilmirəm, amma hardan tanıyıram. Birdən vurularsan ha. Yox, bir o qalmışdı. Durun gedək.
Əsmərə neynəmisiz? Səlim? Hə, Səlim. Hardadır Əsmər? Sən ged əmimdən soruş Əsmərin yerini. Mən səndən soruşuram. Əmim oğlunu öldürmən bəs deyil. Hələ bir üstümə bozarsan da. Əmin oğlu mən öldürmüşəm. Əsməri niyə qaçırmısan? Hələ üstəlik nənəsini də öldürmüşsünüz. Səlim, Əsmərə əgər belə sevirdinsə, niyə gəlib bizə təslim olmadın? Hə? Mən Əsməri yenə də sevirəm. Onun sizə heç bir dəxli yoxdur. Sizin haqqı hesabınız mənlə, onunla yox. Əsmərin yerini bilmək istəyirsən? Düzünü bilmək istəyirsənsə, qaçdı əlimizdən. Amma bilmirəm hara qaçdı. Allah and olsun. Ona bir şey olsa, səndən tutmuş əmbə kimi hamısını göndərəcəm o dünyaya. Get buradan Səlim. Nə qədər ki, əmim səndən görüşümdən xəbər tutmayıb, get. Cavansan. Özünə yazığın gəlsin. Get. Qurban olasan əmiyə. İşi polisdə olmasaydı, mən bilərdim sən neyniyərdim. Bundan sonra heç kəs üzümüzə baxmayacaq. Niyə? Kimə nə etmişik ki? Yanımızda olan adamlar gah bizə xain çıxır, ya da bacarıqsız. Deyəcəklər Səməndər oğlunu öldürənlərdən qisas ala bilmədi. Kim nə deyir desin. Sən almasan da mən alacağam oğlanlarımın intiqamını. Buna bax. İntiqam alacaq. Mən ala bilməyəndən sonra sən necə alacaqsan? Niyə gözləmədin onları polis idarəsindən çıxsınlar? Səməndər, sən düşündüyün qədər də axmaq adam deyil. Hər şeyin vaxtı var, vədəsi var. Vaxtında görülməyən işin axı nə faydası? Yaxşı, bəs indi nə etmək fikrindəsən? Akşinimin qanı yerdə qalacaq? Coşqunum türmələrdə çürüyəcək? Nə Akşinin qanı yerdə qalacaq, nə də Coşqun türmələrdə çürüyəcək. Ətrafımda xain adam çıxınca canım çıxsa yaxşıdır. Vaxt var idi. Qapımızda qarovul çəkənlər indi bizə xain çıxırlar. Bizim çörəyimizi yeyənlər balalarımızı öldürürlər. Onların dünyasını başlarına yıxmasam, mənə də Səməndər deməsinlər. Kəşke Səlim də burada olardı. Kaş. Bilsəydim Səlimi görəndə evinin yerini öyrənərdim. Ya da telefon nömrəsini. Mən Səlimi yaxşı tanıyıram. Bəlkə də məni axtarmadığı yer qalmayıb. Bəlkə polisə deyə, Sən nə danışırsan? Polisə desək Səlim üçün pis olar. Yaxşı, onda nə vaxta kimi bir-birinizdən ayrı qalacaqsınız? Nə vaxta qədər dərs çəkəcəksiniz? Günel, mən Səlimi sevirəm. Bəlkə dərindən gələni eləyib mənim üçün. Tapacaq məni. Hiss eləyirəm. Hə, Tural? Fəvvarələr meydanında. Əsmərlə. Hava almağa gəlmişik. Oldu. Gəl Tural, gəl, gözləyirik. Tural yaxşı oğlandı. Heç vaxt mənə qarşı diqqətsizlik eləməyib. Hə, düz deyirsən. Necəsən? Nə olub? Azad çıxdı qabağıma. Harda? Şəhərdə. Səlim. Sənə dedim axı onlar bizi güdürlər. Başqa bir iş gəlsəydi necə olacaqdı? Heç birimizin xəbərimiz də olmayacaqdı. Ayaq üstü dayana bilmirdi. Yaxşı ki gördüm onu.
Əsməri soruşdum ondan. Hə, nə dedi? Gittim kanadı kırık, koştum sustum, sözlerine küstüm. Hani kırılırsın siyaha, nöbet nöbet geceler boyunca. Dün güne dize gelince, yürek acıları doyunca. O tez dönüşün geç olunca, kendime tahammülü öğrendim. Kördüm, bilendim, seni unutmayı öğrendim. Sen yoktun, ben yalnız kalmayı öğrendim. Acıya duvar gibi durmayı öğrendim. Kaybolmuş bir dilin sözcükleri gibi, köksüz bassız durmayı öğrendim. Vazgeçtiysen hep sanak yaşlarımdan, vazgeçtiysen bitmek bilmez kışlarımdan. Korkma, kimseye ödenecek borcum yok. Yok saymayı ben senden öğrendim. Necəydi? Xoşva gəldi? Pis görünmürdün. Mən səsimi deyirəm, özümü yox. Səs işlərinə əmi oğlanların baxır. Onlar da müğənnidir. Yox, müğənni deməzdim. Romantikdilər. Onun bəxti gətirdi ki, mən orada olmadım. Camaatın içində nə edəcəkdin ki? Mən bilərdim nə edərdim. Eşidirəm əmioğlu. Əmoğlu, burada biri var. Səsinin yaxşı olub olmamağını məndən soruşur. Mən də deyirəm, əmoğlanların bilir bu işləri. Başa düşmədim. Nə olub? Heç nə olmayıb. Deyirəm Səlimi də götür. Gəlin biraz əylənin, dincəlin. Eynimiz açılsın. Hardasan? Yaxşı, gəlirik. Dur gedək. Cavanşir bizi çağırır. Hara? Bilmədim. Nəsə musiqi səsi gəlirdi. Deyəsən restoran idi. Dədəmizin qırxı çıxmamış, nə musiqi, nə restoran. Yaxşı, onda mən gedim. Bəlkə nəyəsə ehtiyacı olar. Tanış olduğun şəhərimizlə. Hə, çox gözəldir. Bizimkilərlə necə? Tanış ola bildin? Cavanşiri hopp eləmək əlimdə bir dəqiqəlik işdir. Əla. Mən sənə həmişə demişəm, sadəcə istə. Bu vaxta qədər səndən istədiklərimin ən önəmlisi budur. Cavanşiri öldür, pulu apar. Yox, mənim istədiyim tək pul deyil. Gərək sən də mənim dediyimi eləyəsən. Nə? Yaşadığım ölkədə bir qadın var. İstədiyim insanı əlimdən alıb. 10 günə bura gəlir. Onu öldürməyi istəyirəm. Dünyada ən təhlükəli şey qadın qısqanclığıdır. Kim alıb əlindən? İstədiyim insanı. Sara, bilirsən ki, mənim qadınlara əlim qalxmaz. Sözümü yerə salma.
Yaxşı. Sən bu Cavanşir məsələsini tez həll elə. Sonra oturub danışarıq. Bu axşam bu iş həll olunacaq. Hesab elə ki, Cavanşir ölüb. Bax. Orada oturmuşdu Səlim. O stulda. Keç oturaq. Hardasan Səlim? Niyə aldılar bizi bir-birimizdən? Əsmər. Ha? Ay qız. Ha? Nə olub sənə? Heç nə. Heç nə olmayıb. Xoş gəlmisən oğul. Otur. Xoş günün olsun Ramazan dayı. Necəsən, nə var, nə yox? Atam rəhmətə getdi. Axırıncı dəfə üzümü görə bilmədi. Ramazan dayı, vicdan əzabı çəkirəm. Oğul. Dərd sər duman kimidir. Gün çıxan kimi dağılıb gedər. Fikir eləmə. Allah rəhmət eləsin abala. Bu dünyada atanın övlad üstündə haqqı çox böyükdür. Övlad bunu yalnız öz atı olanda anlayır. Dərd eləmə özünə. Ölənin dalıca heç kəs ölməyib hələ. Ramazan dayı, bilirəm ki, dədəm mənim fikrimdən rəhmətə getdi. O çox həssas adam idi. Həmişə mənə görə qardaşım Kərimi danlayardı. Ata üçün övladın böyüyü kiçiyi olmaz abala. Övlad övladdır. Vay o günə ki, övlad atanın üzünə dura. Onda övlad ta ki ata olmayınca atalığı qanmaz. Dayı, gedək məndən. Bizlə yaşayarsan. Qardaşım da razı salaram. Bala, mən bu həyata daha alışmışam. Buralar mənə doğmadır. Dayı, buranın nəyi sənə doğmadı? Oğlum, bura mən ona görə doğmadı ki, burada ən çətin günlərim keçib. Təhlik doğmalaşıb mənə. Nə vaxta kimi Ramazan dayı? Bəlkə də mən səni tanımasaydım, bu qədər narahat olmazdım. Amma sən hər şeyin ən yaxşısına layiqsən. Hər şeyin ən yaxşısını da Allah bilir bala. Yəqin belə məsləhət imiş. Nə oldu? Əmin neylədi Bəkir məsələsin? Heç nə, neyniyəcək? Səlimi gördüm şəhərdə. Nə? O da səni gördü? Əsməri soruşdu məndən.
Bəs niyə gətirmədin bura? Adam çox idi. Mümkün olmadı. Həm də əmini polislər çağırıbsa, hər addımımızı izləyə bilərlər. Risk eləyə bilmədim. Deməli qız hələ tapılmayıb. Bu vaxta qədər harda olmuş olar görən? Bəlkə kəndə gedib. Kəndə getsəydi xəbərimiz olardı. Açığı Bəkirin məsələsi ortaya çıxandan heç kimə inanmaq olmur. Ona görə də özümü izləmədim. Harda görsəm onun yerində də vuracam. Bəkirlə Cavanşir bir yerdə olsa, biz batdıq. Nə əcəb səndən? Dedim bu axşam vaxtı sizi tək buraxmayım. Tək niyə oluram? Əsmər kimi qız var yanımda. Elə ona görə tək buraxmaq istəmirəm də sizi. Olmaya qısqanarsan ha Əsməri. Niyə yemək yemirsiniz ki? Bir də zəhmət olmasa. Harda qaldı? Nə oldu, nəyə bildin? Girə bilmədim evə. Atam hələ yatmayıb. Sənin bu aton nə vaxt yatacaq? Yatacaq, tez yatacaq. Nə lazımdır sizə? Burada nə edirsiniz? Hə? Sənlik deyil. Get işinlə məşğul ol. Getməsəm nə edəcəksən, hə? Əclaflar, qalx. Yavaş, otur. Vay 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 vay, əclaflara bax he. Necəsiz bala? Nə istəyirdilər sizdən bunlar? Niyə dava eləyirdiniz? Başlarından böyük danışırdılar. Tanıyırsınız bunları? Mən burada qalanam. Birinci dəfədir görürəm, tanımıram. Ay. Siz görüb niyə qaçdılar? Polissiniz? Hə, polisam. Yaxşı, biz gedək. Sağ olun. Yaxşı qurtardılar əlimizdən. Bir dəfə də olsun sənə tapşırılan işi düzgün yerinə yetirməmsən.
Neynəməli idi Cəbi? Öldürməli deyildi ki. O uşaqlardan biri hardasa buralarda qalandı. Çox gözünə görsənməyin. Yandırar ha sizi. Narahat olma, ağıllandırarıq onları. Nə edirsən elə? Özünü yandırma. Yoxsa mən yandıraram səni. Yaxşı, mən qaçdım səhnəyə.